5000'in birə. Bu sadəcə bir rəqəm deyil, yox. Bu idman tarixinin bəlkə də ən inanılmaz nağılının əmsalıdır. Gəlin indi birlikdə baxaq. Görək Leicester City bu möcüzəni necə yaratdı? Bu sözlər hansısa döyüş səhnəsini təsvir etmir. Bu 2 may 2016-cı ildə Jamie Vardy'nin evindəki qonaq otağında baş verənlərdir. Bir qrup outsiderin mümkünsüzü bacardığı, tarixin həqiqətən də yazıldığı o anın təsviridir. Düşünün, bir komanda ki, ham onlardan əlini üzmüşdü, həmin komanda götürüb bütün gözləntilərə, bütün məntiqə və bütün tarixə meydan oxuyur. Yaxşı, əsas sual budur. Bu necə baş verdi? Gəlin indi bu məsələnin dərinliyinə enək və Leicester City'nin bu inanılmaz zəfər hekayəsini addım-addım açaq. Bu möcüzəni tam anlamaq üçün gəlin hər şeyin başladığı nöqtəyə qaydaq. Yəni, vəziyyətin başlanğıçda nə qədər ümidsiz, nə qədər qeyri-mümkün göründüyünü anlayaq. Bax, bu 2015-16 mövsümünün əvvəlində Leicester City'nin çempionluğuna verilən mərc əmsalları idi. Sizə bir müqayisə verim. O vaxt Elvis Presley'nin sağ tapılmasına verilən şans bundan daha yüksək idi. Yəni, söhbət bu dərəcədə absurd, bu dərəcədə qeyri-mümkün bir vəziyyətdən gedir. Dəyişimə bir baxın, sadəcə heyrətamizdir. Mövsümün əvvəlində liqadan düşməyə əsas namizəd hesab olunan uyğun olmayanlar yığması, cəmi 9 ay sonra İngiltərənin mübahisəsiz çempionuna, əsl əfsanələr komandasına çevrilmişdi. Onların bütün bu səyahəti əslində bir möcüzə ilə başladı və sonra daha da böyük, daha da ağlasığmaz bir möcüzə ilə başa çatdı. Yaxşı, bəs meydandakı sirləri nə idi? Heç bir mürəkkəb sir yox idi. Cavab, məşqçi Claudio Ranieri'nin qalanı qoru adlandırdığı inanılmaz dərəcədə sadə bir planda gizli idi. Bəli, məşqçi Claudio Ranieri o qədər köhnə üslubda, amma bir o qədər də effektiv bir strategiya qurdu ki, bütün müasir futbol liqasını necə deyərlər təəccübləndirdi. Baxın, onların bütün oyun planı bu 4 sadə addımda cəmləşirdi. 1. Qalanı qoru. Bütün komanda bir nəfər kimi müdafiə olunurdu. 2. N'Golo Kante. O yorulmaq bilməyən motor mərkəzdə topu qazanırdı. 3. Top dərhal Riyad Mahrezə ötürülürdü və 4. Mahrezdən Jamie Vardy'yə ölümcül ötürmə. Sadə idi, sürətli idi və demək olar ki, dayandırılmaz idi. Bu planın nə qədər effektiv olduğunu görmək üçün sadəcə bu rəqəmlərə baxın. Jamie Vardy və Riyad Mahrez. Yəni, bütün komandanın vurduğu qolların 61%-ni ya bu ikili vurub, ya da məhsullar ötürməsini verib. Bütün hücum gücü demək olar ki, bu iki oyunçunun üzərində idi. Onlar topa sahib olmaqla, uzun-uzadı paslaşmalarla vaxt itirmirdilər. Yox, onların bir məqsədi vardı. Rəqib qapısına gedən ən sürətli, ən birbaşa yolu tapmaq və bunu hamıdan yaxşı bacarırdılar. Amma bu hekayanın yalnız Leicester'in qəhrəmanlığı ilə bağlı olduğunu düşünsəniz, yanılırsınız. Məsələnin bir də digər tərəfi var idi. Onlar, necə deyərlər, mükəmməl bir fırtınadan da faydalandılar. Təsəvvür edin, son çempion Chelsea sözün əsl mənasında çöktü. Manchester United durğunluq dövründə idi. Liverpool isə hələ öz oyununu axtarırdı. Yəni, İngiltərə futbolunun bütün nəhəngləri eyni anda səndələdi və bu, zirvədə böyük bir boşluq yaratdı. Və bax, bu çox vacib bir məqamdır. Rəqibləri zədələrlə, heyət dəyişiklikləri ilə boğuşarkən, Leicester demək olar ki, hər həftə eyni 11 nəfərlə meydana çıxırdı. Slaydda görürsünüz, 11 oyuncu bütün mövsüm demək olar ki, start heyətində olub. Bu, digər rəqiblərlə müqayisədə inanılmaz bir sabitlik və komanda ahəngi deməkdir. Yəni, məsələ o deyildi ki, Leicester gərgin oyunlarda tarixi bir fərq yaradırdı. Məsələ o idi ki, onların əsas rəqibləri bu cür oyunlarda nəticə qazanmaqda anormal dərəcədə pis idilər. Yaxşı, bütün bu möcüzədən sonra ağla tək bir sual gəlir. Bu əfsanəvi komandaya nə oldu və onlar bu ağlasığmaz uğuru indi necə xatırlayırlar? Təəssüf ki, nağılın sonu heç də nağıllardakı kimi olmadı. Müasir futbolun sərt reallıqları qapını döydü. Kante, Drinkwater, Mahrez kimi ulduzlar daha böyük klublara getdi. Hətta möcüzənin memarı Ranieri belə 9 ay sonra işdən çıxarıldı. Yuxu bitmişdi. Bəzi oyuncular üçün, məsələn, Danny Simpson üçün bu qələbə hələ də çox canlı, çox emosional bir andı. Əbədi olaraq qürur duyacaqları bir an. Amma başqaları üçün, məsələn, Robert Hood üçün o xatirə artıq solğunlaşıb. Keçmişdə qalan bir karyeranın sadəcə bir parçasına çevrilib. Yaxşı, əsas sual, belə bir nağıl bir daha təkrarlana bilərmi? Kağız üzərində baxsaq bəlkə də. Yəni Leicester'ın uğrunun komponentləri sabit heyət, sadə hücum planı, büdrəyən rəqiblər, bunlar yenidən baş verə biləcək şeylərdir. Amma hər şeyin eyni anda mükəmməl işlədiyi o sehirli anı, o şüşəyə sığdırılan ildırımı təkrar yaxalamaq, bax bu, getdikcə daha da qeyri-mümkün görünür. Resepti kopyalamaq olar, amma o mövsümün sehrini təkrarlamaq olmaz.
və bəlkə də elə buna görə bu hekayə heç vaxt unudulmayacaq.